Geyimlə bağlı vahid standart olsa da, amma bu məktəbin öz daxili qaydaları var. İddialara görə bu məktəbdə qız uşaqlarına şalvar geyinmək qadağandır. Sumqayıt şəhər 39 nömrəli tam orta məktəbdə geyim qaydaları ilə bağlı yaranan narazılıq valideynlərin ciddi etirazına səbəb olub. Xəzər xəbərə daxil olan şikayətdə bildirilir ki, məktəb rəhbərliyi qız şagirdlərin şalvarla dərsə gəlməsinə qadağa tətbiq edir. Valideynlərin sözlərinə görə həmin geyimlər Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ümumi məktəb formalarına daxildir. Buna baxmayaraq, məktəb rəhbərliyi şalvar geyinən qızları dərsdən çıxarır və evə göndərir. Uşaqlar şalvar geyinsə yaxşıdır. Qız uşaqlardır, üşüyürlər. Qoymurlar, istəyirik uşağımız isti olsun, isti geyinsin. Qoymurlar geyinməyə. Şikayətdə qeyd olunur ki, hava şəraitinin kəskin soyumasına baxmayaraq, qız şagirdlər isti geyindiklərinə görə dərsdən kənarlaşdırılır və həmin gün üçün onlara qayıb yazılır. Valideynlər bunu həm qanunsuz qərar, həm də uşaqların sağlamlığına biganə yanaşma kimi qiymətləndirirlər. Qənə gəlir. Nə deyirlər ki, ümumiyyətlə? Deyirlər yubka geyinməlisiniz ancaq. Ancaq yubqadır, bəli. Yufqa olar, şalvar olmaz deyirlər. Hə. Şalvar icazə vermirlər. Niyə vermirlər şalvar icazə? Deyir, məktəbin qaydası var, qanunu var. Yəni havalar soyusa da fərq Soyusa da bunlar deyir, əvvəlcədən bizdə qayda qanunu olub ki, yufqa olmayacaq, şalvar olmayacaq. Məsələ xüsusilə Sumqayıtın digər məktəbləri ilə müqayisədə daha da diqqət çəkir. Valideynlər bildirirlər ki, digər məktəbdə şalvar geyinməyə icazə verilir və heç bir problem yaşanmır. Eyni qaydaların tətbiq olunmalı olduğu halda 39 nömrəli məktəbdə qadağanın davam etməsi narazılıqları artırıb. Sumqayıt şəhər 39 nömrəli tam orta ümumi təhsil məktəbindən Xəzər xəbərə bildirildi ki, vahid məktəbli formasına uyğun olaraq Pedaqoji Şura tərəfindən valideynlərin rəyi nəzərə alınmaqla ağ və tünd göy rənglərindən ibarət olan forma nümunəsi seçilib. Məktəb rəhbərliyi tərəfindən qız şagirdlərin məktəbli formasına aid olan şalvardan istifadəsinə etiraz edilmir. Vətəndaşların şikayəti yarandığı təqdirdə Abşeron xızı regional təhsil dairəsinə müraciət edə bilərlər. Nizami Rəsulov, Yusif Kərimli, Xəzər xəbər.